100 demensiyası olan xəstənin təxminən 70-75-i Alzheimer'dır. Daha dəqiq diaqnoz üçün nevroloji müayinədən əlavə də müayinələrə ehtiyac var. Xəstədə demensiyadır, yoxsa Alzheimer? Bu, xəstə yaxınlarından aldığım ən çox verilən sualdır. Gəlin ilk öncə demensiyanın nə olduğuna baxaq. Demensiya, yaddaş azalması ilə gedən xəstəliklərə verilən tibbi bir addır. Bura Alzheimer'dan başqa xəstəliklər də daxildir. Digərləri lewy body demensiya, frontotemporal demensiya, posterior kortikal atrofiya, normal təzyiqli hidrosefaliya və s. qeyd edə bilərəm. Amma bu xəstəliklərin içərisində ən çox yayılmışı Alzheimer xəstəliyidir və 100 demensiyası olan xəstənin təxminən 70-75-i Alzheimer'dır. Amma yerdə qalan 30% isə digər demensiyaların hamısını topladıqda olan bir say etmiş olur. Ona görə demensiya ön diaqnoz olaraq xəstə yaxınına bildirilir. Amma daha dəqiq diaqnoz üçün nevroloji müayinədən əlavə də müayinələrə ehtiyac var. O müayinələr tamamlandıqdan sonra xəstədə demensiyanın hansı növü olduğunu bilmək olar.